Müğənni Zenfira İbrahimova ilə bağlı çəkdiyim videoları silirəm. İnanıram ki, ona bir daha aydın oldu ki, Azərbaycan Respublikasında yaşayan Şiyə məzhəbləri, Həzrət Hüseyn aşiqləri və seyyidlər özündə daxil İran, Fars, rejim, Tula belə bir şeyə aidiyyəti yoxdur. Çünki bizim ölkəmizin ən ali rəhbərləri həm seyyiddirlər, həm Həzrət Hüseyn aşiqidirlər, həm də ki, Şiyə məzhəbindəndirlər. Mən güman edirəm, dinimizə qarşı etdiyim bu hərəkətə görə və sənin bu hərəkəti və TV2 moderatorları qayd edib paylaşdığına görə özün də bir həqiqi açıqlama verəcəksən və bir şeyi də yadva saxla, bir şeyi yadında çox-çox yaxşı sala, sənin xahişivi edən Şiyə məzhəbindən Həzrət Hüseyn aşiqi olan bir qardaş idi. Şiələr tərəfindən sevilirsən. Sevilməsəydin, bugün başqa olardı. Ya Allah, hörmətli izləyicilərimiz, bu mövzunu da burada sonlandırırıq. Zenfira xanım öz səhvini başa düşdü. Ya Allah, Ləbbeyk ya Hüseyn, salam olsun bütün ümmülü müslümə, bütün kulli müslümə. Salam olsun mümin qardaş və bacılara. Yallah, Ləbbeyk. Ali Ali! Allah! Aşağı!